Bugün bir ustada qulaq asırdım. Allah qismət elədi, qabağım bir dəqiqəlik çıxışından bir dəqiqə neçə saniyə çıxış idi. Çox təsir elədi mənə. Deyir ki, əgər Hürrün cənnətdə, Hürr, İmam Hüseynin sahabəsi, Hürrün cənnətdə yadına düşsə ki, İmam Hüseynə nə pislik eləyib, cənnəti cəhənnəmə çevirlər. Yadına düşsə ki, nə pislik eləyib İmam Hüseynə. Ona görə də nə baş verir? Allah yadından çıxardır, silir yaddaşından. Allah belə Allahdır, bax, bağışlayanda belə eləyir. Eybi ki, etiraf edirsən, silir, özvə də unutturur. Çünki müqəllibəl qulubdur, qəlbləri idarə eləyən odur. Bizə biri pislik eləyib, bağışladıq. Biz neyə bilərik pislik eləyəni? Bağışlaya bilərik. O, ustad deyir bu sözləri. Bağışlaya bilərik, üzünə vurmarıq, dalıca da demərik, mehribanlıq göstərərik, vəssalam. Düzdür, başqa neyini? Amma o ki, içində xəcalət çəkəcək, ona biz əlac eləyənmirik. Çünki qəlbə girişimiz qadağandır. Biz onun qəlbinə təsir eləyə bilmirik.